Salam aleyküm, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm video bloger və Yavaşyanov YouTube kanalı Savrod Media edilərini təsis bölgədə qurulub. Son zamanlar sosial şəbəkələrdə Savrod mediasında Şirin adlı bir şəxsin paylaşdığı paylaşımlar mənim diqqətimi cəlb elədi. Ursan müəllim, təşəkkür edirik sizə. Bu işləri gördüyünüzə görə minnətdarımızı bildiririk ki, siz yaşıllaşdırmanı, bütün ağacları, diblərin, otların pişirirsiniz. Minnətdarımızı bildiririk. Bir neçə gündür mən baxıram videolara ard-arda. Haqlı olaraq vətəndaş mövqeyimdən öz iradımı buradan Şirin bəyə çatdırmaq istəyirəm. Çünki Şirin bəyə mən zəng vurdum, götürmədi. Hörmətli Şirin bəy, sizin nəzərinizə çatdırıram ki, sizin paylaşdığınız videolar qərəzlidir. Çünki həmən paylaşdığınız videoları mən araşdırmışam. Araşdırdığım videonun nəticəsi belədir ki, deməli, Savrod rayonunun Qalağan dairəsi Qlobusun yanından saat istiqamətinə qədər olan müəyyən bir ərazi tutəkilən ərazi ki deyirlər. O ərazi rayon rəhbərliyi tərəfindən rayon sənədlər idarəsinin müdiri Rüstəm bəyə tapşırılıb. Rüstəm müəllim çox gözəl rəhbərdir, işinin peşəkarıdır. Şirin bəy, sizə buradan sual vermək istəyirəm. Siz nə etmək istəyirsiniz? Niyyətiniz, amalınız nədir bilmirəm. Və sizə sübutlarla burada bu videonu çəkib sizə göstərmək istəyirəm. Niyə görə sübutlarla? Özüm blogeri sayəsindən əlavə özüm rəsmi olaraq Savrod rayonu Yaşıllaşma İdarəsinin işçisiyəm. Bilənlər bilir ki, yaşadığım ərazidə şəhidlərimizin məzarlarına qulluq edirəm və şəhidlərin abidəsinə baxıram. Və tez-tez də idarə ilə və iş yoldaşlarımla da mütəmadi əlaqələrim var. Kim hansı ərazidə olur, haranı təmizləyir, haranı otun biçir, hansı işçilər, hansı ərazilərdə ağacları suvarır, onları şükür Allaha mən də bilirəm, sən də bilirsən. Şirin bəy, sizdən bunu tələb edirəm ki, mənim iş yoldaşlarımın haqqına girmə, haqq iş yoldaşlarımın sən haqqına girirsən. Savrod rayonunun Qalağan dairəsi Qlobusun yanından görüş kafesi saat istiqamətinə qədər olan ərazi, orada əkilən yaşıllıq zolaqları birbaşa ən çox əməyi zəhməti keçən Savrod rayonu Yaşıllaşma İdarəsinin rəhbəri İnqilab müəllim, onun adli kadrı Tural müəllim və işçi yoldaşlarım olublar ki, onlar orada əziyyət çəkib, yer qazıb, ağac əkib, vaxt-vaxtında suvarma işləri ilə məşğul olublar. Bir neçə il bundan qabaq o ərazidə rayon rəhbərliyi tərəfindən iməclik elan olundu. Bütün idarə və təşkilatlar, sıravi insanlar da o iməclikdə iştirak etdilər. O ərazilər təmizləndi və orada bir isim boş ərazi var idi ki, rayon rəhbərliyi tərəfindən Rüstəm müəllimə tapşırıq verildi. Ağaclarla təmin olundu, tut ağaclarına. Ora tut ağacları əkilib. Şirin bəy, gelin siz o tut ağacların çəkin, deyim ki, Rüstəm müəllim buranı əkib və suvarır. İndi başa düşürəm, olar ki, Rüstəm müəllimə tapşırıq verilib, tapşırıq əsasında o ərazi ona ayrılıb. Rüstəm müəllim sağ olsun, oranın aqrotexniki qulluğun və zibillərin təmizlənməsi, suvarılması bir çox işləri görür. Ursan müəllim, təşəkkür edirik sizə. Bu işləri gördüyünüzə görə minnətdarımızı bildiririk ki, siz yaşıllaşdırmanı, bütün ağacları, diblərin, otların pişirirsiniz. Minnətdarımızı bildiririk sizə. Ümumi yaşıllaşma sahəsinin adından danışma ki, Rüstəm müəllim və Sanitar Təmizlik İdarəsinin işçiləri ağacların diblərini təmizləyir, ağacları suvarır, xeyr. Çünki hal-hazırda rayon yaşıllaşma İdarəsinin işçilərinin içində sənin kimi real birisi yoxdur ki, hər gün gedib o suvardığı ağacları, hər gün əkdiyi ağacları, ağacların dibin pisliyi otları çəkib ictimailəşdirsin. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizinlə mən edim, video blogeri Böyük Yavaşyanov.